11 ailədir. Həmə qış olanda burada 3 ailə qalır. 3 ailənin də getməyinin də məqsədi budur. Qışına biraz su problemimiz olur. Suya çətinlik çəkirik. Sumuz olmur qış olanda. Şkola yoxdur. Uşağına xalq aparır, cahamat aparır ki, gedə uşağını oxuda. Qocalarımız var, o boyda gəliş gediş, qış olmur, ona səbəb aha gedir. 3 ailə qalır burada, yəni burada yaşayırıq, qışı da buradayıq, yazı da buradayıq. O birilər gedirlər, qışına 3 aylığına gedən var, 4 aylığına, 5 aylığına burada olmurlar, qışı da gedirlər. Elə deyildi ki, qaz gələcək, indi də nə bilim, 2 ildir düzü suyumuzu da söz verirlər ki, su gətirəcək, hər öylərdə olacaq. İndi də zamana elə olub ki, köylərdə qadınlar da əziyyət çəkir. Burada qədimi suyumuz var bizim burada. İndi buradan içmək suyunu daşıyırlar, aparırlar. Elə 2-3 yerdə var belə suyumuz. Amma öylərdə yoxdur da indi. Öydə isti sudur, hamamdır, belə şeylər yoxdur. Buna çətinlik çəkir cəmaət. Su tərəfindən çətinliyimiz var.